Bir tas isti, çox dadlı, yumuşaq yağda pirajki hazırladım və həmən o ən ideal pirajki reseptini sizin ilə paylaşıram. Hazırlanması da çox rahatdır. İlkin olaraq bir qaba süt, su, duz, şəkər tozu və maya əlavə edib qarışdırdım. Maya aktivləşəndən sonra üzərinə yumurta və hissə isə unu əlavə etdim. Ən sonda üzərinə duru yağ əlavə edib ələ yapışan xəmir yoğurdum. Xəmiri mayalanmağa qoyub ən dadlı içliyi və sousu hazırladım. Bunun üçün qaynadılmış kartofun üzərinə duz, istiot, sarı kök, kərəyağı, süd və qızardılmış soğan əlavə edib yaxşı-yaxşı qarışdırdım. Sous üçün isə blender qabına çəkilmiş pomidor, tomat pastası, göyərti və bir neçə dilim qırmızı soğan əlavə edib qarışdırdım. Sonda zövqünüzə görə duz, istiot da əlavə edə bilərsiniz. Vəssalam, xəmirimiz də mayalanıb puf-puf olub. Bizdə pirajki böyük sevildiyi üçün mən xəmiri 60 qramlıq kündələrə ayırdım. Siz kündələri 40-50 qramlıqda edə bilərsiniz. Kündəni yayıb içinə içlikdən qoyub pirajkiyə forma verdikdən sonra bol qızğın duru yağda hər iki tərəfini qızartdım. Qızardıqdan sonra artıq yağını alması üçün kağız dəsmalının üzərinə qoydum. Həmən o hazırladığım sousla dadlıdır. Mütləq hazırlayın. Sizə nuş olsun, mənə də xoş olsun.